Salam. Güvən sınaq 6 testlərin izahına baxaq. 61. Subaksi və tropik iqlim qurşaqlarının fərqli xüsusiyyətləri. Deməli, iqlim tiplərinə bölünmür. Bu, subaktika aiddir, amma tropikə yox. Tropikdə quru tropik də var, bir də rütubətli tropik. Bu, fərqli xüsusiyyətidir. Avrasiya və Şimali Amerika materiklərində yayılıb. Bəli, bu hər ikisinə aiddir. Yayıldığı ərazilərdə ekstremal təbii şəraitə rast gəlinir. Bu doğrudur. Bunu götürmürük. Çünki birində şaxtalı, birində isə isti quru hava. 4. Yalnız ekvatordan şimalda yayılıb. Xeyr, tropik iqlim həm ekvatordan şimalda da var, cənubda da. Bu fərqli xüsusiyyətidir. 5. Yayda mülayim hava kütlələri hakim olur. Yayda mülayim hava kütlələri ancaq subaktika aiddir, tropikə aid deyil. Bu da fərqli xüsusiyyətidir. Mövsüm dəyişikliyi baş verir. Bu hər ikisinə aiddir, fərqli deyil. Deməli, cavab 1, 4, 5. C variantı. 62. Xəritə sxemə əsasən dekabr-fevral aylarının daha rütubətli keçdiyi əraziləri müəyyən edin. Bilirik ki, subtropik iqlimdə yay quraqdır, qışı isə yağıntılıdır. Cənubun subekvatorialında isə deməli, subekvatoriyada bilirik ki, yay yağıntılıdır. Amma cənubun yayı isə dekabr, yanvar, fevral aylarına aiddir. İndi baxıraq ki, şimalın subekvatorialına deməli 1 aiddir, 2, bir də cənubun subekvatorialı 6. Deməli, 1, 2, 6 doğru cavab. 63. Günəş 10 dərəcə şimal enliyində zenitdədir. Bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər şimal yarımkürəsindəki hansı enliyə düşər? Əvvəla bunları tapaq. 10 şimal, 50 cənub. 90 çıxılsın. Biri şimal, biri cənub. Toplayırıq. Bu 60-90, deməli 90-60-30 dərəcə. Deməli, günəşin düşmə bucağı 30 dərəcədir. İndi hansı enliyə düşdüyünü tapırıq. Deməli, şimal yarımkürəsi zenitdə olduğu məntəqədə şimaldır. Deməli, 30 dərəcə bərabərdir. Günəşin düşmə bucağını tapdıq. Deməli, 90 çıxılsın. X enliyi bilmirik. Hansı enlikdir? Çıxılsın 10 dərəcə. Niyə 10 dərəcə? Çünki bizə şimal yarımkürəsini soruşur. Günəş də 10 dərəcə şimal enliyində zenitdədir. Hər ikisi eyni yarımkürə olduğuna görə çıxırıq. X də bərabərdir 70 şimal enliyi. Cavab C variantı. Şərqi Avropa regionu üçün səciyyəvi deyil. Orta Rusiya Valda yüksəkliyi yerləşir. Bəli. Cavan dağlar, bəli, Karpat dağları. Buzlaq relyef formaları geniş yayılmışdır. Bəli, vaxtı ilə Şərqi Avropa regionu buzlaqların altında olmuşdur. Mülayim kontinental iqlim tipi yayılmışdır. Bəli. Aktiv vulkanlar var. Xeyr. Qədim platforma olduğuna görə orada aktiv vulkanlar mövcud deyil. Hansı burun materikin ucqar cənub nöqtəsi deyil? Mariato Şimali Amerikanın cənub ucqar nöqtəsidir. Flores Cənubi Amerikanın, Piyay Avrasiyanın cənub ucqar nöqtəsidir. Cənub-şərq isə Avstraliyanın ucqar nöqtəsidir. Almadi isə deməli Afrikanın qərb ucqar nöqtəsidir. Deməli cavabımız C variantı. Hansı ada Sakit Okean və Naskot havalarının divergent sərhədinə yerləşir? İslandiya deməli Avrasiya ilə Şimali Amerikadır. Müqəddəs Yelena da aid deyil. Madagaskar da Böyük Britaniya aid deyil. Pasxa isə Sakit Okean və Naskot havalarının divergent sərhədində yerləşir. Çiliyə məxsusdur. Ölkəmizin sərhədində yerləşən dağ silsilələri. Dübrar ölkə daxilindədir. Niyaldağ ölkə daxilində. Qarabağ silsiləsi Şuşa Xocavənd ərazisində ölkə daxilindədir. Lənkəbiz ölkə daxilində, amma Talışla Zəngəzur sərhəddə yerləşir. Talış İranla sərhəddə, Zəngəzur isə Ermənistanla sərhəddə yerləşir. 68. Xəritələrdə eyni yağıntı miqdarına malik olan əraziləri birləşdirən xəttlər necə adlanır? İzoseis bilirik ki,
Deməli, seismik ərazilərə aiddir zəlzələnin. İzobar təzyiq, izobat dərinlik, izoqalin duzluluq, amma izoqet isə yağıntı miqdarda malik olan əraziləri birləşdirən xəttlər adlanır. 69. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Missisipi platforma sahəsində yerləşir. Bəli, bu doğrudur. Turan ovalığı Cənubi Asiya yox, Mərkəzi Asiya olmalıdır. Bu səhvdir. Kür-Araz şimal-qərbdən cənub-şərqə doğru mütləq hündürlük azalır. Bəli, çünki Xəzərə doğru okean səviyyəsindən aşağıda yerləşir. Bu düzdür. La Plata ovalıqdır. Sakit okeandan gələn hava kütlələrinin təsiri altındadır. Sakit okean yox, Atlantik okean olmalıdır. Bu səhvdir. Almaniya-Polşa ovalığı Barxanlar geniş yayılmamışdır. Bu yanlışdır. Mesopotamiya Cənub-Qərbi Asiyada yerləşir. Bəli, bu doğrudur. Deməli 1, 3, 6 A variantı. Xəritə sxemə əsasən trias çöküntülərinin yayıldığı ərazini müəyyən edin. Bilirik ki, trias çöküntüləri yalnız Azərbaycanda bir yerdədir. O da Dərəliyə silsiləsində. 4-cü B variantı. Dekan yaylası və Böyük Çin düzənliyi üçün oxşar əlamət. Deməli, Şərqi Asiyada yerləşir. Böyük Çin düzənliyinə aiddir, amma Dekan yaylası Cənubi Asiyada, Hindistan ərazisindədir. Subtropik iqlim qurşağında, xeyr, Dekan yaylası subekvatoriala düşür. Akkumulyativ yox, denudasiyondur. Mussonların təsirinə məruz qalır. Bəli, bu doğrudur. D variantı. M məntəqəsində havanın temperaturunun sutkalıq gedişi, olarsa sutkalıq temperatur amplitudunu tapın. Sutkalıq temperatur amplitudunu tapanda gün ərzində ən yüksək temperaturla ən alçaq temperatur arasında fərqi tapırıq. Ən yüksək temperatur -7 çıxırıq. Ən aşağı temperatur -5. 7 ilə -5-i çıxanda toplayırıq 12 dərəcə. C variantı. Nival buzlaq relyef formalarını müəyyən edin. Təknavari dərələr, moren tirələri. Bu doğru cavabdır. 74. Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Materikin şərq hissəsində yerləşir. Buzlaq mənşəli relyef formaları üstünlük təşkil edir. Seismik cəhətdən sabitdir. Meksika sahili ovalıq, şərq hissədə yerləşmir. Kolorado platosu qərbdə yerləşir. Missisipi yerləşmir. Burada cavab Lavrenti yüksəkliyi Kanada ərazisinə düşür. Tropik enliklərdə daha güclü siklonların baş verməsinin səbəbi burada təzyiq fərqinin böyük olmasıdır. Ural dağları hansı geoloji erada yaranmışdır? Ural dağları bilirik ki, qədim dağdır. Hündürlüyü 1895. Narodnaya Paleozoy erasında yaranıb. Deməli, cavab Y variantı. Sürüşmənin daha intensiv getdiyi ərazi bilirik ki, Böyük Qafqazda daha çox sürüşmə baş verir. Şaxtaxtı və Nehrəm yataqları üçün əlamət. Şaxtaxtı bilirik ki, travertin yatağıdır. Nehrəm isə duz. Bunlar hər ikisi qeyri-filizdir. Doğru olmayan fikri müəyyən edin. Kür-Araz ovalığı Kür çökəkliyinin çox hissəsini əhatə edir. Bu düzdür. Yan silsilənin ən uca zirvəsi Şaxtaxtdır. Bəli, 4243 metr. Gülüstan və Şərur düzləri Naxçıvan Arazboyu düzənliklərinə aiddir. Bəli, bu doğrudur. Qazangöldə zirvəsi Talış silsiləsində yerləşmir. Zəngəzur silsiləsində yerləşir. Bunda hündürlüyü 3829 metr. Yaşma düzü bəli Xəzər sahilində yerləşir. Cavab D variantı. B ilə Venn diaqramında verilmiş iqlim diaqramlarına əsasən uyğunluğu müəyyən edin. Birinci subtropik Aralıq dənizdir. Subtropik Aralıq dənizi iqlim tipi
İkinci iqlim qrafiki isə cənubun subekvatorialı. Burada cənub yarımkürəsi üçün səciyyəvidir. İkinciyə yazırıq bunu. Aralıq dənizi birinciyə. Keçid iqlim qurşağıdır hər ikisinə. Yağıntılar ilin isti dövründə düşür. Bu isə cənubun subekvatorialına düşür. Deməli, 1-ə 2, 2-yə 1, 4, 3 B variantı. Dağlara əsasən zirvələri seçin. Atlas dağları ən hündür zirvəsi Topkal 4165 metr. Alp dağları Matterhorn 2, Appalaç Mitchell 2037, Skandinaviya Kalkapiken 2469, 4806. Deməli, cavab 1-ə C, 2-yə D, 3-ə B, 4-ə C variantı. Aşağıdakı fikirlərdən hansı altiplano üçün doğru deyil? Alp dağlarında yerləşir. Bəli, düzdür. İqlim quraqdır, platodur. Boliviya Çili sərhədində yerləşir, amma ekvatorial iqlim qurşağında yerləşmir. 20 cənub enliyi ərazisində yerləşir. 30 dərəcə temperaturda 1 kubmetr havada 12 qram su buxarı var. Nisbi rütubətliyin neçə faiz olduğunu hesablayın. Çox sadə məsələdir. 30 dərəcədə bilirik ki, 30 qramdır. 30-a 100%. 12 qrama isə x. X də bərabər 12-ni vururuq 100-ə, bölürük 30-a. O deyir 40%. Mümkün buxarlanma 9 mm, orta illik yağıntı miqdarı 1170 mm olarsa, rütubətli əmsalını hesablayın. Rütubətli əmsalı bilirik ki, yağıntının buxarlanmaya olan nisbətidir. Bizdə verib buxarlanma 900 mm, yağıntının miqdarı isə 1170. Bu deyilir 1,3. Subtropi iqlim qurşağının bərabər rütubətli iqlim tipinin formalaşdığı materiklər üçün ümumi xüsusiyyətlər. Deməli, bu Cənub yarımkürəsinə düşən materiklərə aiddir. Bu Cənubi Amerikada da mövcuddur, Afrikada da, Avstraliyadadır. Hər üçünə aid olan xüsusiyyətlərə baxırıq. Deməli, birinci Aralıq dənizi iqlim tipi yayılmışdır. Bəli, bu düzdür. Deməli, qütb gecə gündüzləri baş verir. Xeyr, bu yanlışdır. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Cənubi Amerikada mövcuddur. Afrikada fəaliyyətdə olan vulkan var, amma Avstraliyada yoxdur. Deməli, ucqar şimal nöqtələri ekvatordan şimalda yerləşir. Bu Avstraliya üçün mövcud deyil. Çünki Avstraliya ümumiyyətlə Cənub yarımkürəsində yerləşir. Mezozoik qırışıqlığına aid dağ sistemləri mövcud deyil. Bəli, bu doğrudur. Tropi iqlim qurşağında qərb sahil boyu quraq iqlim şəraiti formalaşmışdır. Bəli, bu da doğrudur. Deməli, cavab 1, 5, 6. Doğru ifadələri seçin. Mümkün buxarlanmanın minimum qiyməti tropik səhralarda qeydə alınır. Minimum yox, maksimum olmalıdır. Bu yanlışdır. Buxarlanmanın qiyməti yerdəki isti yağıntıdan asılıdır. Bəli. Yer kürəsi 5 istilik qurşağına ayrılır. 5 yox, 7 istilik qurşağıdır. Quru səthindən buxarlanan suyun miqdarı düşən yağıntı miqdarından artıq ola bilməz. Bəli. Mümkün buxarlanma ilə havanın temperaturu arasında tərs mütənasiblik var. İstilik qurşaqların sərhəddə tropiklərdə orta illik, digər illiklərdə ən isti ayın orta temperatur göstərən izotermlərdən keçir. Bəli, bu doğrudur. Deməli, 2, 4, 6. Kvars qumu, xromit, seolit gəlir. Kvars qumu bilir ki, hacvəli, hökməli. Deməli, C, Y olacaq birə. Xromit, göydərə, ipək, A, D. Seolit isə ağdağ, B. Sizə təqdim olmuş situasiyanı diqqətlə oxuyun
Baxaq. Deməli, A adası Şimali Amerika ilə Avrasiya tavalarının divergen sərhədində yerləşir. Bu ada İslandiya adasıdır. Vulkanik adadır, divergen zonada yerləşir. Bu səbəbdən burada fəaliyyətdə olan vulkanlar mövcuddur. Bəli, bunlar Hekla, Bardamburqa. Adada keçid iqlim qurşağı formalaşmışdır. Bəli, subarktikdə yerləşir. Onun sahilləri iki okean suları yuyur. Atlantik ilə Şimal Buzlu okean. Ada 10 dərəcə 14 və 24 qərb uzunluğu arasında yerləşdiyindən burada demək 2 saat qurşağı var. Adanın sahəsi 103.000 kvadrat kilometrdir. Adanın adı burada yazaq İslandiya. Subarktik iqlim qurşağında yerləşir. Adanın yerləşdiyi 2 saat qurşağını və onun sahələrini yuyan okeanları. Deməli, biri 14 və 24 qərb uzunluqları arasında yerləşir. Deməli, 14 deməli 1 qərb yarımkürəsi olduğuna görə 24-dən də 1 çıxır. 23 saat qurşağı. Rum rəqəmi kimi yazanda bu formada yazırıq. 24 qərb uzunluğu da deməli 24-ü 15-ə bir dəfə 7-15-dən böyük olduğuna görə üzərinə 1 gəlir və qərb yarımkürəsi olduğuna görə 24-dən 2 çıxırıq. 22 Rum formasında belə yazırıq. Deməli, Atlantik okeanına düşür və Şimal Buzlu okean. Adanın sahəsi xəritədəki sahəsi 41,2. Deməli, miqyası tapanda bizə də həqiqi sahəsi verilib 103.000 kvadrat kilometr. Deməli, həqiqi sahə bərabərdir 103.000 kvadrat kilometr. Miqyası tapanda bilirik ki, kök altında 103.000-i bölürük 41,2. Deyir 2500, 2500-dən də kök 50 çıxır. Bizdən nə soruşur? Deməli, miqyası ədədi miqyas kimi yazanda 1 bölünsün 50, arxasında 5 dənə 0.